yoldaşınız narsist deyil. Əgər bir kişi özünə qarşı hörmət edilməsini istəyirsə, davamlı şəkildə öz sərhədlərini bilib buna görə davranırsa və ən əsası bütün vəziyyətlərdə özünü seçə bilirsə, əslində bu onun necə güclü bir xarakterə sahib olduğunu göstərir. Özünə necə dəyər verdiyini göstərir. Amma siz onun narsist olduğunu düşünürsünüz. Bu sizi qıcıqlandırır. Niyə? Çünki bu sizin zəif tərəfinizi üzə çıxardır. Əslində həmin insan sizə davranışları ilə göstərmək istəyir ki, sizin sərhədləriniz hələ tam qurulmayıbdır. Sizin daxilinizdə hələ özünüzə qarşı dəyər və sevgi yoxdur. Siz ilk öncə qarşı tərəf kimi özünüzü seçməyə bacarmırsınız və bu daxiliniz bunu bildiyi üçün davamlı şəkildə qıcıqlanır, davamlı şəkildə qarşı tərəfi əslində günahlandırmağa keçir. Əslində isə bu nə narsistlik deyil, nə də qarşı tərəfin günahlı olması deyil. Qarşı tərəf çox güclü bir xarakterə sahibdir və siz də bu məsələnin üzərində işləyib artıq bu sessiya vasitəsilə öz gücünüzü ortaya qoymalısınız. Daxilinizdəki öz dəyəri, öz sevgini oyatmalısınız və ən əsası sərhədlərinizin üzərində mütləq işləməlisiniz. Çünki hal-hazırda sizin partnyorunuza qarşı sərhədləriniz yoxdur.